Salam səhifəmizin dəyərli izləyiciləri, bugün sizə sobalarda, sensor idarə etmə sobalarda sensor idarə etmə panelinin istifadə qaydasını geniş izahlı şəkildə izah edəcəm. Burada belə deyək, proqramda göründüyü kimi 4 ədəd knopka hissəsi görünür. Burada birincidə seçəndə bunu proqramın kilitləyə bilərsiniz. Off rejimini seçəndən sonra burada həmin on elədikdən sonra burada heç bir knopkalar işləməyəcək. Tam şəkildə bağlı olacaq və ya belə deyək də, uşaqlar falan istifadə etməməsi üçün kilit rejimindən istifadə edə bilərsiniz. Daha sonra bunu lazım olanda aça bilir, off plus və minusla burada da on və off eləyə bilirsiniz. Sonra ikinci bir sistem burada saat rejimidir. Ümumi sobanın saatıdır, günlük saatı qoşa bilərsiniz. Saat burada saat dəqiqələri göstərsin. Digər üçüncü rejim burada budilnikin siqnalını bildirir, səsləri dəyişə bilirsiniz. 3 rejimi olur. Və ən sonuncuda burada ekranın işığının dərəcəsini artırıb azalda bilirik. Ən maksimum 3'dür və 1'də də getdikcə zəifləyir. Aşağıda o gördüyündən bu digər funksiyadan buradan istifadə edərkən dəqiqə gəlir və bu dəqiqədən də pişirəcəyiniz şirniyyat olsun, yeməklər olsun, onların dəqiqəsini ayarlamaq üçün buradan istifadə edə bilirsiniz. Və həmin o dəqiqə tamamlandıqda özü buradan dəqiqələr sona doğru saniyələr başlayacaq getməyə və sona çatdıqda özü siqnal verərək proqramı tam söndürəcək. Digər bir sistem isə burada budilnik işarəsidir. Budilnikdə yenə eyni ilə həmin plus minusla artırıb dəqiqəni qoşa bilirsiniz. Qoşduğunuz dəqiqənin müddəti çatdıqda həmin o soba sizə məlumat olaraq siqnal verəcək və siz yaxınlaşıb artıq orada siz özünüz proqramları, həm dərəcəni, həm proqramı söndürməlisiniz. Bu digərlərindən fərqli, digərindən olan fərqli funksiyası budur. Birincidə dəqiqəni qoşursunuz, proqram özü avtomatik söndürür, amma ikincidə budilnik sadəcə xəbərdarlıq məlumat verir, yaxınlaşıb siz özünüz söndürməlisiniz. Bu qədər sadə.